Allah özü bi ehtiram-ı məcalisi alullah hamımızı bəlalərdən, qəzəbindən hifz eləyə inşallah. Hamımız gəlmişik Zəhra məclisinə. Amma ürəyinizi aram eləyin, belə deyinməkdən ötür. Əlimizdə bir sənədi vardır ki, Allah-u Teala ona xatir bizi müəzzəb eləməz. Hər yerdə məni müəzzəb eləsə ərz elərəm, Pərverdigaram, mən Zəhraya ağlayanam, mən Əmirul Möminina ağlayanam. Muhibbi Fatimi və Zəhra və oğladı Zəhra və Əmirul Mömininəm mən. Bu böyüklərin bərgədir əlimizdə, hətta əgəl bunu hifz eləyək, hətta əgəl bunun hörmətini saxlayaq. La əgəl bunlara xatir əlimizdə bir zad ola. Bu da mənim pişnihadımdır xidmətsə. Gələndə məcalisi alullaha, məgər bu kimi xas bir ürəyində dərdin ola. Heç sad istəməyin xanımdan, heç sad istəməyin. Mən özümə deyim, xanım, elə həmin ki icazə vermirsən, bu qərəviciyəm mənə kafidir. Heç sad istəmirəm səndən, evin abadı. Bu mənə kafidir. Bu cür geçsəz qabağa xanım özü başarır, ha nə cür cübran eləyə. Bir nəfər gəldi İmam Rıza'nın xidmətinə, əl açdı, İmam Rıza'dan bir zat tələb elədi. İmam Rıza 2 dana qabağında bir salxım üzüm var idi. O üzümlərdən 2 dana çıxartdı, verdi buna. Bu qeytərdi İmam Rıza'ya ki, istəmirəm, mən neynirəm bunu? Mənim nə dərdimə dedi. Həzrət onları aldı, qoydu boş qabağa. Ayrı bir nəfər var idi oldu İmam Rıza'nın xidmətinə. Şu gəlməmişdi yolçuluğa. Deyə, gəldim özümü görən bir. Göylüm istəyirdi səni. Həzrət həman o 2 dananı bücür, həman o 2 dananı çıxartdı, verdi bu 2000-ci gələnə. Elə bir dünyanı verdilər buna. O 2 dana üzümü qoydu gözlərinin üstünə. Deyə, sən məni nə şərmənd elədin. Mən gəlməmişdim səndən bir zad alma. Bu 2 dana üzümü verdin mənə, mən bunu yemərəm. Aparacağım evdə sıxam suya, verəm o birisi uşaqlarım da onlardan yiyə ta mütəbərrikdir İmam Rıza'nın. Həzrət buyurdu qulaminə ki, get 2-3 salxım buna üzüm gətirkinən ver. Üzümü verdilər buna. Bu dedi, sən bil əzəmətin məni şərməndə eləmə. Mən gəlməmişəm burada səndən üzüm almağa. Sən elə o 2 dananı təbərrükən verdin mənə, elə bir aləmi verdin. Həzrət qulamına dedi ki, o üzüm bağımızı yazdır bunun adına. Və dövrəbərində olan yerləri yazdır bunun adına. O birisi deyir, mən gəlmişdim səndən bir zad istəməyə, buna verirsən. Həzrət buyurdu ki, sən qədrdan-ı nemət olmadın. O 2 üzümü 2 sənə vermişdim, elə buna da verdim. Qoydu gözünün üstünə bu. Mən pişnihadım budur xidmətinizə. Əhl-i Beytdən, Fatimi-i Zəhradan neysə istəmiyor. Elə ərz eləyək xanım, gəldim məclisinin qəraltısını çoxaldım. Ayrı bir işim yox. Gəldim gərəciydim desin nə xanımın bu gecə mərasimi qəşəh bərguzar oldu. Oxuyuruq, heç zad istəmirəm xanım, nəfəs vuram sənin məclisin əzəmət tapa. Ayrı bir zad istəmirəm. Xanım özü görün necə bunları bizə cübran eləyəcək, tək be tək.